Bismillahirrahmanirrahim. Salam əziz müsəlmanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Hücurat surəsinin 6-cı ayəsi barəsində danışacağıq. Allah Teala ayədə buyurur: "Ya eyyuhellezine amanu in ja'akum fasiqun binaba'in fatabayyanu an tusibu qauman bicehaletin fatusbihu ala ma fa'altum nadimin." Ey möminlər, müsəlmanlar, sizə hər hansı bir fasiq xəbər gətirdisə, onu araşdırın. Ola bilsin bu yalan məlumatın nəticəsində bir qövmün, bir dəstənin haqqına girəsiz və onlara xəsarət yetirəsiz. Onun nəticəsində sonradan siz peşman ola bilərsiniz. Ayədə Allah Teala xüsusilə fasiqlərin verdiyi xəbərləri araşdırmağı göstərişin verir. Niyə? Çünki fasıq insan o insan ki, yalan danışır, yalan danışmağı özünəyib bilmir, insanları aldatmaq üçün cildlərə girir, yalan xəbərlər ötürür. O insanın xəbərlərini, danışıqlarını şübhəsiz araşdırmalıyıq. Ağlımız da bunu deyir, Allahın ayələri də bunu bizə söyləyir. Sual yaranır ki, təkcə fasiqlər xəbər verəndə biz araşdırmalıyıq, yoxsa ümumiyyətlə biz xəbər eşidiriksə araşdırmalıyıq? Cavab budur ki, ayədə Allah Teala ona görə xüsusilə fasiqləri vurğulayır ki, fasiqlərin verdiyi xəbərlərin böyük əksəriyyəti yalan ola bilər. Amma bu o demək deyil, möminlərin də xəbərlərini araşdırmamalıyıq. Mömin, yəni əsl mömin, həqiqətən Allaha inam gətirən, iman gətirən şəxs bilə-bilə yalan danışmaz. Amma səhv edə bilər, xətaya yol verə bilər. Əgər biri bilə-bilə yalan danışırsa və insanları aldatmaq üçün yalandan istifadə edirsə, o mömin deyil, müsəlman deyildir. Amma əsl mömin yalan danışmaz, amma səhv eləyər, məsum deyil, xətaya yol verər. Ona görə də möminlərin də verdiyi xəbərləri araşdırmaq lazımdır. O xəbərin əhəmiyyətindən asılı olaraq o araşdırılmalıdır. Amma ayədə Allah Teala xüsusilə ona görə fasiqlərdən söhbət açır ki, təəssüflər olsun, tarix boyu belə olmuşdur. Və möminlər, müsəlmanlar fasiqlərin, kafirlərin, dinsizlərin xəbərlərinin təsiri altına düşüblər. Onlara inanıb müəyyən səhvlərə yol veriblər. Ona görə də Allah Teala buyurur, günahkar, fasiq olan insanların xəbərlərini araşdırın. Bugün dünya mediasını siz müşahidə edirsiniz. Görürsünüz, nə qədər yalan xəbərlər yayılır. Medialar, bu xəbər mənbələri məzlumu zalim kimi göstərir, zalimi isə məzlum kimi göstərir. Zülmü ədalət kimi, ədalətsiz isə zülm kimi, geridə qalmış kimi göstərir. Fələstində rəsmi statistikalara əsasən 70 mindən çox insan qətlə yetiriblər. Bunun 20 mindən çoxu uşaq, 50 min qadın, kişi, cavan, yaşlı qətlə yetirilib. Statistikalara əsasən 150 mindən çox insan dağıntılar altındadır. Hələ cəsədləri dağıntılar altından çıxarılmayıb. Bu müharibənin şahidi olduq. Bütün dünya etiraza qalxdı. Amma dünya mediaları bunu necə göstərirdi? Siz bunun şahidi oldunuz. Bu fasiq medialar, bu Allahsız, dinsiz, əqidəsiz xəbər mənbələri necə bu faciəni gizlədirdilər? Bu medialara, bu xəbər mənbələrinə inanmaq olarmı? Təəssüflü budur ki, bir müddət keçəndən sonra insanlar yenə də bu həqiqətləri unudurlar və bu xəbər mənbələrini istinad edirlər.
Allah bizə deyir ki, ey möminlər, ey müsəlmanlar, eşitdiyiniz xəbərləri araşdırın. Bu qədər açıq olan, hamı üçün bəyan olunan, dünyanın gözü qarşısında baş verən belə bir faciəni gizlədən medialar sonradan sizə bir söz deyir, siz onlara inanmaq istəyirsiniz. Hansı ki, bunlar açıq-aşkar həqiqəti gizlədiblər. Məsələ budur. Fələstində 70 min insanı öz statistikalarına əsasən qətlə yetiriblər. Bunu gizlədən medialar dünyanın başqa bir yerində bir hadisə baş verirsə, ya məsələn bir nəfər öldürürlərsə, əgər onu şirtmək onların marağında olursa, onların siyasətinə qulluq edəcəksə, onu şirdirlər. Bu bir dəhşətdir. Amma bundan da dəhşətlisi budur ki, sadəlöv, avam insanlar bunlara inanıb bu xəbərlərin təsiri altına düşürlər. Və fikum səmmə'unə ləhum. Allah Quranda buyurur, imanı, düşüncəsi zəif insanlar onları dinləyirlər. Allah buyurur, nəinki onların təsiri altına düşməyin, onların dediklərini araşdırın. Ey möminlər, İn ca'akum fasiqun binəbəyin fətəbəyyənu. Araşdırın. Necə mən sizə namaz qılın əmri vermişəm, oruç tutun göstərişi vermişəm. Bu məsələlərdə də araşdırmağı göstəriş verirəm. Fasik kimdir? Peyğəmbərimiz buyurur, Amma alamətul fasiq fəarba'a. Fasikin 4 əlaməti vardır. Birincisi, əlləh, ləhvdir. Aydınlıq gətirəcəm, ləhv nədir? İkincisi, əlləğv, mənasız işlər görməkdir. Üçüncüsü, vəl-udvan, həddi aşmaq, təcavüz etmək. Dördüncüsü, əl-buhtan, böhtan demək. Alimlər ləhvi məna edərkən deyirlər, Əl-ləhvu mə yuşxilul insana əmmə ya'nih və yuhimmu. Ləhv ona deyirlər ki, insanı daha mühüm şeydən saxlayır. Faydalı işlərdən insanın diqqətini yönəldir. İnsanı faydalı işlərdən saxlayır. Ləğv isə ziyanı da olmasa, faydası olmayan işlərə deyilir. Ləhv insanı daha mühüm işlərdən saxlayan hərəkətlərə, əməllərə deyilir. Ləğv isə ziyanı da olmasa, faydası olmayan işlərimizə deyilir. Bu iki. Üçüncüsü, həddi aşmaqdır. Fasik həddini aşar. Əl-udvan, ədavət sözü də buradandır. İnsan düşmənçilikdə ədalət sərhədini keçir. Dördüncüsü böhtandır. Deyir, əgər bir insanda bu 4 xüsusiyyət varsa, o fasikdir. İstər bu müsəlman cildində ola, namaz qıla, ya qılmaya. İstər bu müsəlman ola, istər qeyri-müsəlman ola, fərq etmir. Əgər bir insan bu 4 xüsusiyyətləri, əgər bir insan bu 4 xüsusiyyəti özündə daşıyırsa, o adam fasik insandır, onun xəbəri mütləq və mütləq araşdırılmalıdır. Ona görə ki, o yalan danışa bilər. Ona görə ki, o yalan danışmağı siyasətin tərkib hissəsi bilir. Möminin də, müsəlmanın da danışıqları araşdırılmalıdır. Ona görə yox ki, o yalan danışmağı siyasəti bilir. Yox, səhv edə bilər, xəta edə bilər. Ona görə də araşdırmalıyıq. Ramazan ayının bu müqəddəs anlarında qərar tutmuşuq. Müqəddəs fəzasındayıq. Allah bu ayı bizə nəsib eləyib. Bu ayın bərəkətindən bəhrələnək. Necə Allah bizə namaz qılmağı, oruç tutmağı, həccə getməyi vacib etmişdir. Bu ayədə də bizə xəbərləri araşdırmağı vacib edir. Xəbərlər araşdırılmalıdır. Xüsusilə də xəbərin əhəmiyyətindən asılı olaraq daha çox araşdırılmalıdır. Allah inşallah bizi dinimizə sadiq olan, əməl edən möminlərdən, müsəlmanlardan qərar versin. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu.